Bilirsiniz, bir insan gün ərzində ən azından 2 saat tək qalmalıdır. Biz tək qala bilmirik və təklik elə düşündüyümüz, adlandırdığımız şeydə də biz tək deyilik əslində. Biz otaqda təkik, amma Instagramda tək deyilik və nə qədər insanı öz düşüncəmizə, öz beynimizə içəri buraxırıq da. Amma bəzən sadəcə prosta belə oturub sən nəsə fikirləşirsən, bəlkə plan qurursan, bəlkə nə isə dəyərləndirirsən beynində və sən özünsən. Qala bilmirik. Bu səbəb kimsə gəlir bizim təklik dediyimiz şeyi ki, bu təklik bəzən istirahət sözünə də sinonim olur da. Bizim təklik dediyimiz şey depressiv olmağa bağlayır və deyir ki, nəsə dərdim var, danış. Bunu əslində biz istədiyi üçün, canı yandığı üçün eləyir. Amma əslində biz öz istirahətimizdən bu zaman məhrum olmuş olduq. Və yaxud da ki, nəsə da belə çıxıb şərq cəmiyyəti, baxmayaraq ki, əslində bütün bu təklik fəlsəfəsi falan şərqdən çıxmış bir şeydir, amma bu gün şərq cəmiyyətinin tək qalmaqla bağlı çox ciddi sıxıntıları var. Amma biz tək qalmalıyıq, düşünməliyik, plan qurmalıyıq, nələrsə dəyərləndirməliyik.